Qafqaz Universitetində Türkmənistanın əsas bayramlarından hesab edilən İnkişaf, Birlik və Məxtimqulu Fəraqi Poeziyası günü qeyd olunub. Böyük Türkmen şairi və mütəfəkkiri Məxtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan tədbir Türkmənistanın Azərbaycandakı səfirliyi və Qafqaz Universiteti tərəfindən təşkil edilib. Universitetin rektoru Ahmet Saniş Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi birliyi ilə danışdı. Böyük Türkmen mütəfəkkiri Məxtimqulu Fəraqinin ədəbiyyata, mədəniyyətə dəyərli töhfələr verdiyini qeyd edən rektor, şairin ədəbi irsinin əhəmiyyətini vurğuladı. Türkmənistanın ölkəmizdəki səfiri Toylu Komekov ölkəsi ilə Azərbaycan arasında ədəbi əlaqələrdən bəhs etdi. Türkmənistanın iqtisadiyyatı, mədəniyyəti barədə danışan səfir eyni zamanda tədbirin əhəmiyyətini diqqətə çatdırdı. Çıxış edən ali və mütəxəssislər Məxtimqulu Fəraqinin ömrü yolundan, zəngin ədəbi yaradıcılığından danışdılar. Qeyd olundu ki, Məxtimqulu Türkmənistanın mənəvi qurucularından biri, bütün könüllərin şairidir. O, misilsiz söz ustası, sufi ozan olmaqla yanaşı, müdrik filosof, ağıllı məsləhətçi, türkmənlərin ruhi dünyasının nurudur. Şair insanları daim vətənpərvərliyə, xeyirxahlığa çağırırdı. Sonra Qafqaz Universitetində təhsil alan Türkmənistanlı tələbələrin ifasında mahnı və şeirlər səsləndirildi. Ramin Qurban, Ruqiyyə Nəcəfova, xəbərlər.